Bir nəfər günahkar idi, çox böyük günah eləmişdi. Gəlir deyir, ağa mən günah eləmişəm. Əleyhissalam deyir ki, get tövbə elə. Deyir, yox mən günah eləmişəm. Deyir, yəqin səhv edirsən, o günahdan olmaz. Hey, bu deyir, o imtina eləyir. Axırda deyir, yox məni dünyada cəzalandır, qiyamətə qalmasın. Həzrət Əli istəmir ona cəza versin, özü istəyir. Deyir, yaxşı. Deyir, amma icazə ver ağa, 2 rükət namaz qılım sonra. Deyir, namaz qılır, Həzrət Əli dayanıb başının üstündə. Namaz qılır, üzünü qoyur torpağa. Deyir, ilahi, mən çox günahkaram. Sənin vəlin, dostun, peyğəmbərin vəsisi başımın üstündə dayanıb. Mənə indi cəza verəcək. Səni onun haqqına and verirəm ki, mənə dünyada cəza verdinsə, da qiyamətdə abrımı aparma. Deyir, ağlayır. Birdən bu səcdədən qalxır, görür Həzrət Əli də dayanıb başının üstündə ağlayır. Bunun halını ağlayır. Gözünün yaşını tökür. Ona deyir, ay günahkar, dur ged Allah bağışladı, cəza lazım deyil. Göyün mələklərini ağlatdın. Əli sənin başının üstündə sənə ağladısa da sənə cəza verməzlər. Biz də ağadan xahiş edirik ki, bu gecə bizim əvəzimizdən sən ağla. Çünki günahlar ürəyimizi bərkidib heç ağlaya da bilmirik. Sən bizim əvəzimizdən dua elə. Səni and verirəm o məzlum Əliyə, o adamsız, kimsəsiz Əliyə. Dərdini quyulara deyən, tənha Əliyə. O Əliyə ki, axırda cana doydu, dedi ki, ilahi day, al məni bunlardan. Miqdad deyir, gördüm, gedir, mən də düşdüm dalıcan. O gedir, mən də gedirəm. Ağa çöndü, baxdı, dedi, Miqdad gəlmə dalımca. Dedim, ağa qorxuram, sənə ziyan, düşmənlərin çoxdur, sənə ziyan toxundurarlar. Dedi, xahiş edirəm, gəlmə. Dedi, burada diyan tərpənmə. Deyir, getdi, mən də dözənmədim, gəldim. Gəldim, gördüm ki, başını quyunun içinə salıb nəsə danışır. Başını çıxartdı, dedi, sənə dedim, axı gəlmə. Dedim, ağa, dözə bilmədim. Deyir, məndən dərhal soruşdu, eşitmədin nə dedim. Mən bilmirəm ağanın dərdi nə idi ki, istəmirdi, heç Miqdad eşitsin. Qorxurdu ki, heç Miqdadın da tutumu olmaz o dərdi eşitməyə. Bilmirəm onun qəmi, qüssəsi nə idi. Ürəyinin qəminə fəda olum, ya Əmirəl-Möminin. Bu gecə sənin qapıva gəlmişik ki, sən bizi barışdırasan Allahla. Bu gecə o Allahın şiri zəif şəkildə yataqda uzanıb. İmam Həsəni çağırır, oğlum bax əllərimə, axırda da muizə eləyir. Deyir, bax bu əllər ki, qılınc oynadırdı, İslamı müdafiə edirdi, bax bu əllər necə zəifliyib. Gəldilər, ağa bizi muizə elə, dedi, muizə mənim halım. Dünən mən sizə hakim idim, indi bütün hakimiyyətim bu yatağımdan kənara çıxa bilmir. Bir yatağa sığacaq qədər zəifləmişəm. Mənim halım sizə muizədir. Can verir, ağa Əleyhisselamın can verən anlarıdır. Ailəsi başının üstündə ağlamaq səsi göyə ucalır. Bu gecə səsinizi qoşun Əleyhisselamın ailəsinin səsinə. Hamısı göz yaşı tökür. Gözünü açır, İmam Həsənə, İmam Hüseyni tapşırır. Birdən gözünü açır, deyir, bəs Əbəlfəz hardadır? Həzrət Əbəlfəz bilirsiniz çox ədəbli idi. Heç vaxt olmazdı Fatimənin balalarının yanında dayansın. Özünü layiq bilməzdi. O bir otaqdaydı. Atasının son dəqiqələrində gəlmir başının üstünə. Xanım Zeynəbə deyir, qızım, get Əbəlfəzi çağır. Deyir, keçir, görür, o bir otaqda başını qoyub divara ağlayır. Çağırır onu, atam çağırır. Gəlir, gözün açır, Əbəlfəzin əlin gətirir, qoyur İmam Hüseynin əlinə, deyir, Hüseynin bir çətin günü olar, onu tək qoyma. Elə bu söz bəs idi ki, İmam Hüseyin hara gedirdi, Həzrət Əbəlfəz dalıca gedirdi. Gözü onun gözündəydi ki, nəsə desin, ona xidmət eləsin. Gözün açır, tər gəlir, gözü yumulur. Gözün açır, baxır, vəsiyyətlərin elir. Allah, Allah fissalah, namazı sizə tapşırıram. Yenə özündən gedir. Allah, Allah fil Qur'an, Qur'anı sizə tapşırıram. Allah, Allah fi beyti Rabbikum, Allahın evini, Məkkəni sizə tapşırıram, o evi boş qoymayın. Axırda gözünü yumdu, yenə gözünü açdı, dedi, Allah, Allah fil əytam, yetimləri sizə tapşırıram. Yetim uşaqları nəvaziş eləyin, onlar atasızdır, onların valideyni yoxdur, onlara atalıq eləyin, yetimləri sizə tapşırıram.
Yenə özündən getdi. Hamısı baxır, ailəsi, əhl-i-beyt başının üstündə. Görək ağa nə deyəcək? Ağamızın son sözü budur. Gözlərini açdı, baxdı. Dedi ki, əməl eləyənlər bu məqam üçün əməl eləsinlər. Ondan sonra dedi ki, salam olsun sənə ey Allahın Peyğəmbəri. Salam olsun sizə ey Allahın mələkləri. Bunu dedi, bir də diqqət kəsildilər. Görəsən nə deyəcək? Birdən gördülər, deyir, əşhədu ən la ilahə illallah. Bir də gördülər ki, Əli dünyaya həmişəlik gözün yumdu. Onda ailəsinin nalə səsi uzaldı, göyün mələklərin səsi, ağlamaq səsi qarışdı yerdəkilərin səsinə. Necə Mədinədə Peyğəmbər dünyadan köçəndə Mədinə hansı haldaydısa, Küfə bu gecə o haldaydı. Ən çox yetim uşaqlar ağlayırdı. Ən çox yetimlər atasının yetim qalmış balaları ağlayırdı ki, hər gecə bizim evimizə yemək gətirən 2 gecədir gəlmir, görəsən başına nə iş gəlib? Görəsən hardadır ağamız? Bu gecə sözümü bitirirəm. İmam Həsən, İmam Hüseyin dəfn eləyirlər qaranlıqda, gecə qaranlığında. Pis adət qoydular ki, əhl-i beyti gecə dəfn eləyirlər. Pis adət idi bu. Amma məcbur oldular, dəfn eləyib qayıdırlar. Qayıdırlar bir xarabalığın yanından keçəndə ürək yandıran bir səs eşidirlər. Bir səs də ağlaya-ağlaya deyir, Həbibi, 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 Həbibi. Görürlər ağlayır, deyir, ay mənim istəylim, ay mənim sevimlim, hardasan? İmam Həsənlə İmam Hüseyin ağlayanın yanından biganə keçməzlər. Bu ailə belə ailədir. Bunlar ağlayanın, fəryad eləyənin yanından biganə keçməzlər. Ümid edirəm bizə də bu gecə baxarlar. Çünki ürəyimiz sınıb bizim. Həbibi, Həbibi, ağlaya-ağlaya daxil olur İmam Həsən. Görsün bu kişi niyə ağlayır? Görür cüzam xəstəsidir, dəri xəstəsidir. Xəstədir, çıxardıblar onu şəhərdən ki, xarabalıqda qalsın, başqalarını yoluxturmasın. İmam Həsən gəlir, deyir, niyə belə yana-yana ağlayırsan? Deyir, bir nəfər ağa var idi. Hər gecə gəlib mənə baş çəkirdi, mənə yemək gətirirdi. İndi gəlməyib. İmam Həsən deyir, nə ehtiyacım var? Yemək gətirim, içmək gətirim, deyir, heç nə. Onun nəfəsini istəyirəm. Onu mən görməmişdim, gözüm tutulub, gözüm kördur, görmürəm. Amma elə isti nəfəsi var idi, elə məni nəvaziş eləyirdi. Bircə onu istəyirəm, gəlsəydi bir dəfə də, başımı alsaydı dizinin üstünə. İmam Həsən başa düşür ki, mən danışır. Deyir, ay şeyx, ay ağsaqqal, bilirsən o kim idi? O möminlər əmiri idi. O Əli ibn Əbi Talib idi. Onu dəfn eləməkdən gəlirik. Onu torpaq altına öz əlimizlə qoyub gəlirik. Deyir, ağa doğrudan mən bilməmişəmmiş, vay olsun mənə. Ağam gəlirmiş hər gecə mənim başımın üstünə. Ağam gəlib mənə baş çəkirmiş, kaş biləydim əllərindən öpərdim. Ağa xahiş edirəm, aparın məni onun qəbrinə. İstəyirəm onun qəbrini ziyarət edeyim. Əlinin qəbri bilirsiniz gizlindir. Bu kişi məhrəmlərə, sirlərə məhrəm oldu. Bu kişi xüsusi adam idi. Əlindən tutub apardılar, gözü də görmürdü. Dedi, mən uzadın qəbrin torpağına. Uzandı, üzün qoydu torpağa. Elə hey dedi, Həbibi, 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 Həbibi. Dedi. Birdən gördülər, day səsi gəlmir. Baxanda gördülər, canı bədənindən ayrılıb, qovuşub ağasına, öz mövlasına, öz istəkli sərvərinə qovuşub. Biz də bu gecə səhərə qədər bütün dərdlərimizi unudub yeri var deyək, Həbibi, Həbibi. Əleyhissalam gəlsin bizə nəvaziş eləsin.